Anam rəhmətli dedi ki, gəlinə. Bala 2 uşaq azdı da, birinə nəsə olar, sonra tək qalar. Dedi ki, qoy bir uşaq da olsun da istəyirəm. Uşaqlar dünyaya gəldi və anam getdi bir qədər gəlinə kömək elədi. Gəlin də 2 uşaq əvvəldən, 2 də bu şəhər evi biraz darısı qaldı. Sonra anam qayıtdı, gəldi, mən getdim. Gördüm uşaqlar biri ağlayır, o birini durğuzur. Bu biri ağlayır, o birini durğuzur. Dedim qardaşıma ki, istəyirəm uşağın birini mən götürüm aparmayı. Belə qardaşım belə baxdı. Gözümün qabağındadır kadrlar. Dedi ki, dedi baxa bilərsən. Dedim hə, baxarım. Dedim hə, baxacam. Mən növbədə olanda deyirəm, növbədə qalırdım. Anam baxacaq da. Nəsə razılaşdılar. Bu uşaq da meylin saldı mənə. Anası deyirdi ki, bağçada olanda, mən geyib gətirəndə uşaq çox sevinirdi ki, bibim gəlib mənə gətirir. Anası deyirdi, sən gəldin, getdin, uşaq başladı qızdırmağa, titrətməyə, fikir edir ki, bibim niyə getdi? Bu dərəcədə hədsiz məhəbbətin salmışdı da mənə.